Herkese salam. Data Talks'a xoş gəlmisiniz. Faiq müəllimi kim çağırmışdı? Bugünkü qonağımız Paşa Sığorta şirkətində məlumat bazaları şöbəsinin rəhbəri, həmçinin Bakı Ali Neft Məktəbində database müəllimi kimi çalışan, həmçinin bizim IDTech təlim mərkəzində database admin kimi, database müəllimi kimi çalışan Faiq Nəsirlidir. Strateji aktivlərin idarə olunması ilə bağlı database administrator komandası çox belə deyək, şirkət üçün bir mühim komandadır və belə deyək də olmazsa olmazdır. Hamı middle üstü database admin axtarır, yəni middle senior və daha yuxarı. Amma o dediyiniz çox gözəl bir misal idi. Dayananda sistem, artıq olursan dəyərli. Günümüzdə belə deyək, şirkətlərin əsası bu istiqamətlərdə müəyyən compliance standartlarına uymalıdırlar. İstəyir ki, database admin olsun. Bu adamın roadmap-i necə olmalıdır? Hardan başlamalıdır? Hara getməlidir? Nə öyrənməlidir? Əsasən case yönümlü suallara yönəlməlidir namizədlər. Öyrəndikcə sən həmin sahəni sevəcəksən demək deyil bu. Sən öyrənəcəksən, elə qalacaq karandaş kimi bir sumkanda heç istifadə eləməyəcəksən həmin rəngdən. Salam hamıya. Bu gün iTalks Azərbaycanın növbəti çəkilişidir. Bu gün biz database sistemləri haqqında danışacağıq. Bugünkü qonağımız Paşa Sığorta şirkətində məlumat bazaları şöbəsinin rəhbəri, həmçinin Bakı Ali Neft Məktəbində database müəllimi kimi çalışan, həmçinin bizim IDTech təlim mərkəzində database admin kimi, database müəllimi kimi çalışan Faiq Nəsirlidir. Faiq müəllim tərcih eləyə mənə uzandı çox belə. Ürəyim sıxıldı Faiq müəllim. Xoş gəlmisiniz Faiq müəllim. Sağ olaraq. Biz də xoş gəlmişik. Biz də xoş gəlmişik. Biz də xoş gəlmişik. Bəli. Cəmaatın da Necəsiz? xoş gəlmisiniz. Təşəkkürlər. Necəsiz? Yaxşı, çox sağ olun. Studiyamız necədir? Möhtəşəm. Həmişə olduğu kimi. Bəli, bəli, bəli. Faiq müəllim, ümumiyyətlə mən elə düşünürəm ki, bir çox böyük sistemlərin arxasında dayanan əsas güclərdən biri, belə deyim də, o məlumatları saxlamaqdan ötürü istifadə olunan şey database sistemləridir və indiki dövrdə, bu məlumatların çox olduğu dövrdə database sistemlərinin vacibliyi çoxdur. Amma niyəsə bir çox belə deyim, hətta tələbələr bu sahəyə yeni başlayanlar bu cür düşünmürlər və düşünürlər ki, database sistemləri üzrə vakansiyalar, tələblər çox azdır. Bu gün əslində mövzumuzu istəyirəm elə bunun üzərindən gedərik və adətən ənənəni pozmayaraq istəyirəm ki, Kamran ilə birinci sualına başlasın, sonra biz artıq suallardan sual çıxardarıq. Məncə belə əsas məqamlardan biri olacaq. Çünki bir çoxsunu maraqlandırır ki, bizim ölkədə DBA üzrə ümumiyyətlə tələbat varmı? Yoxdur. Və nəyə görə bu sahə unudulub? Çox yaxşı sualdır, çox yaxşı yerə vurğulamısınız. Əslində belə bir şey deyim ki, database sistemləri şirkətlərin ümumi belə geniş perspektivdən baxsaq, strateji aktivlərindən biridir, hansı ki, bu dəqiqə dövrümüz elə dövrdür ki, data əsaslı qərar vermə, data driven istiqamətində inkişaf eləyirik, addımlayırıq. Ona görə database sistemləri çox mühüm və önəmli bir sistemlərdir. Hazırda biraz machine learning, AI engineering istiqamətində daha çox inkişaflar gedir və satış istiqaməti bu istiqamətə yönəldiyinə görə nisbətən fokus o tərəfədir. Amma belə deyək də, məlumatların yerləşdiyi, saxlanıldığı, istifadə olunduğu sistemlərin idarəsini kim eləyir sualını görmürlər. Biraz bir növ nəyə oxşuyur? Front tərəfdə həmin işçilərdir, hansı ki data analitiklər, data scientistlər, machine learning mütəxəssisləri. Amma back tərəfdə baxırıq ki, database adminlər, platform injinerlər, data opslar, necə ki DevOps sahəsinin, sistem administration sahəsinin mütəxəssisləri infrastrukturu qoruyurlarsa, database adminlər də data sistemini qoruyurlar. Bəs ümumiyyətlə belə deyim də, bu bir çox database vakansiyaları görürük, amma mən düşünürəm ki, şirkətlər bu vakansiyaları doldurmaqda çətinlik çəkirlər də. Buna əsas səbəb nədir? Biz istənilən o database adminlərimi yetişdirə bilmirik, yoxsa bu sahəyə bir ön yarğı varmı, yoxsa necə? Belə bir şey qeyd edeyim ki, əslində
şirkətlərdə database administrator qıtlığının yaranması, yəni database administrator qıtlığı deyəndə yaxşı mütəxəssisdən gedir söhbət. Yaranmasının səbəbi bir növ elə şirkətlərin özüdür günahkarı. Nəyə görə? Çünki şirkətlər bəzən kifayət qədər dəyər vermirlər mütəxəssislərə və mütəxəssislər də məcbur olurlar xarici ölkələrə gedirlər və kifayət qədər yüksək əmək haqqıya. Ona görə belə deyək, hətta mənim özümə də dəfələrlə relocation təklifləri gəlib ki, hə, gəl məsəl üçün hər şeyi təmin eləyirik. $10,000, $12,000 istiqaməti, $15,000 istiqamətində əmək haqqılar verirlər ki, gəl burada qal, hər şeyi təmin eləməklə inkişaf elətdirək sənin işlərini. Amma belə deyək də, ölkəmizdə məsəl üçün bu istiqamətdə vakansiyalara müraciət edən kifayət qədər yaxşı mütəxəssislər olur ki, hansı ki heç də DevOps işçilərindən, yaxşı Linux injiner istiqamətində olan işçilərdən, software development istiqamətində olan işçilərdən geri qalmır əmək haqqıları. Hətta belə deyərdim ki, bilmirəm indi bu hissəni kəsərsiz ya yox, middle mütəxəssislər 5,000-6,000 pul tələb edənlər var yəni. Ki bu işi görə bilirəmsə, əgər mənə tələbat varsa, istədiyimi qarşılayın, gəlimsin şirkətə. O DevOps hissəsini ola bilər ki, Elşən müəllim kəssin. Yəni DevOps-la bağlı çox dərinə getməyin zəhmət olmasa. İndi biraz onda DevOps-la dedisə biraz provokasiyalı sual verim. Elşən müəllim görürsən nətər baxır mənə. Nəyə görə bir çox belə deyim, yeni IT-yə başlayanlar roadmap-ı quranda gedir development-a, DevOps-a daha çox üstünlük verirlər, nəinki DBA admin kimi. Bəlkə indi siz elə bir belə deyim də məlumat verə bilərsiniz, təcrübənizi bölüşərsiniz. Bu sahə daha təcrübəli olar, daha belə deyim də sizə cazibədar olar. Okay, əslində dediyim kimi, əvvəl də qeyd elədim ki, front tərəfin işçiləri var, back tərəfin işçiləri var. Sadəcə belə deyək də, strateji aktivlərin idarə olunması ilə bağlı database administrator komandası çox belə deyək də, şirkət üçün bir mühüm komandadır və belə deyək də, olmazsa olmazdır. Hansı ki, bu dəqiqə günümüzdə inkişaf edən sistemlər nədir? Database administratorların artıq platform injiner istiqamətində, data platformalarının idarə olunması istiqamətində yönəlirlər və bu da nəyə gətirir çıxardır? Şirkətlərimiz demək olar ki, elə bir şirkət yoxdur ki, bir database platforması üzərinə işləsinlər. Müxtəlif data processingləri üçün, indi burada fərqli data prosesləri var. Məsələn, elə radar sisteminin, ATM sisteminin və s. və axır sistemlər hərəsinin öz prosesingləri var və bu prosesinglər üçün hər database platforması ayrı funksionallıq daşıyır. Ona görə bir şirkətdə artıq birdən artıq database platforması olanda database administratorlarının da iş yükü artır və belə deyək də tələbat bunlara çoxalır. Amma ki qəti formatda demək olmaz ki, database adminlərə tələb azdır. Sadəcə mən düşünürəm ki, günümüzdə back tərəfdə qaldıqlarına görə, yəni işıqlandırılmadığına görə database admin pozisiyası biraz fokuslanılmamış sahə olur. Bunun da səbəbi odur ki, 5 dəqiqəlik database sistemlərində downtime olsun, şirkət bir 40,000 ziyana getsin, hamının ağlı başına gələcək ki, database admin kimdir? Yəni əslində bu aktual problemlərdən biridir. Bir çox şirkətdə həmçinin ola bilər ki, sıfırdan başlayan hansısa bir IT mütəxəssisidir, getdi xırda bir iş gördü. O daha gözə görünən bir şeydir. Hətta deyəcək, hə bu işləyir. Lakin misal üçün Faiq müəllimi görmədilər, Elşən müəllimi görmədilər. Arxa planda əgər işləyirsə, deyəcəklər ki, bu heç də bir iş görmür. Xəbəri yoxdur axı, başı çıxmır. Amma o dediyiniz çox gözəl bir misal idi. Dayananda sistem artıq olursan dəyərli. Deyirlər ki, bu işləyirmiş. Əslində biraz yanaşma dəyişsəydi ki, əgər səndə dayanıqsız bir sistemin varsa, arxa planda o qədər işlər gedir ki, yəni sən gəldin, kompüterə qoşdun, bütün sistemlərə qoşuldun. Dayanıqsız sənə xidmət göstərildi. Onu anlasalar daha yaxşı olar. 100%. Hətta bir şey də vurğulayım ki, mənim IT infrastruktur və database istiqamətində ümumiyyətcə belə deyək də infrastruktur istiqamətində görülən işlərə, bura həm şəbəkə, həm security, həm database administration işləri daxildir. Bunlarda əgər problem yoxdursa, deməli hamı işləyir məntiqi ilə yanaşıram. Əgər problem yoxdursa hamı işləyir deməkdir. Əgər problem varsa, davam eləyirsə, deməli heç kim işləmir bu istiqamətdə. Əla. Ümumiyyətlə indi tamam problemlərə toxunduq, amma mənə çox maraqlıdır ki, məsələn bu podkastda bir qulaq asan tələbə istəyir ki, database admin olsun.
Bu adamın roadmap-i necə olmalıdır? Hardan başlamalıdır? Hara getməlidir? Nə öyrənməlidir? Və s. bir bunlar haqqında da bir danışaq da belə sıfırdan. Belə bir şey öncə qeyd edeyim ki, ümumi struktur üzrə necə IT helpdesk üzərindən başlayır tələbə və inkişaf eləyir DevOps-a qədər qalxa bilir. Data istiqamətinin də bir roadmap-i var əslində. Burada istiqamət necə başlayır? Как minimum SQL development istiqamətindən başlamalıyıq. SQL-ı bilməlisən ki, sən digər platformalarda database mütəxəssisi olaraq formalaşa biləsən, puxtələşə biləsən. Günümüzdə də SQL istiqamətində olan biliklər hər yerdə tələb olunur. Bu dəqiqə belə deyək, HR istiqamətində də var, audit istiqamətində də tələb olunur, risklərdə də tələb olunur və s. və ilaxır. Demək olar ki, bütün sahələri əhatə edir. Tək IT related məsələlər deyil. Ona görə minimum SQL-dan başlamaq lazımdır. SQL-dan başlayandan sonra artıq sənin istənilən SQL developerin fikri, hədəfi, məqsədi administrativ biliklərə yiyələnməkdir. Günümüzdə artıq belə deyək də, bir SQL development biliklərinə yiyələnmiş adamlar iki şaxəyə bölünür. Bir yönəlirlər data engineering istiqamətinə, hansı ki konkret bu dediyim prosesləri qururlar, flowları qururlar, məlumat axınının idarə olunması ilə bağlı işlər görürlər. Bir də var inzibati işlər. İnzibati işlər artıq database administrator istiqamətinə gedir. Daha sonra database administratordan daha yuxarı pozisiya, belə deyək də, bir neçə platformanın eyni anda idarə olunması ilə bağlı platform engineeringdir. Günümüzdə də belə deyək də, çox aktivdir. Hətta belə deyərdim ki, mən axırıncı dəfə bir məqalə oxudum və qlobal səviyyədə qeyd edirlər ki, artıq platform engineering DevOps səviyyəsinə gəlib çıxıb da, yəni eyni gedirlər. Hətta platform engineeringin bir üst leveli da artıq DataOps istiqamətinə yönəlmiş proseslərdir. Hansı ki, sırf DevOps mütəxəssislərinin işlədikləri prosesləri artıq data istiqamətinə belə deyək də tətbiq edən əməkdaşlar olur. Bəs ümumiyyətlə dediniz də, tutaq ki, bu database-in özünün də içərisində müxtəlif növlər var da. PostgreSQL var, Oracle var, nə bilim və s. MS SQL var, hamısı ayrı-ayrı şirkətlərin produktlarıdır. Ümumiyyətlə biz bunları seçəndə nəyə əsasən seçməliyik və tutaq ki, bir adam bu gün Oracle öyrəndi. PostgreSQL-ni də işləyə bilərmi və ya MS SQL üzrə də işləyə bilərmi və s. Bu istiqamətləri dəyişə bilirmi rahat? Belə deyək də, cəmiyyətimizdə təkcə bizim cəmiyyətdən getmir söhbət, qlobal səviyyədə bir cəmiyyətdən gedir söhbət. Biraz database yanaşması və SQL yanaşması biraz fərqli formatda inkişaf eləyib, yanaşmaları fərqlidir. Nəyə görə? Mən belə düşünürəm ki, düzgün tədris eləməyiblər bu istiqamətdə məlumatları. İstənilən belə deyək də platformanın, database platformasının seçilməsində bir məqsəd var. Yəni heç nə belə deyək göydən düşmür. Hər hansısa bir background məntiq olur. Belə deyək də, sistemlərin müəyyən proqramlaşdırma istiqamətinə, processing sürətinə və s. ilaxır istiqamətlərdə seçimlər edilərək konkret olaraq database platforması seçilir. Database platformasının üzərində artıq işləyən proseslərdə standart olaraq SQL komandaları olur və SQL komandanın üzərinə database platformasının gətirdiyi featurelardır. Artıq bu istiqamətlərdə belə deyək ki, Microsoft, Oracle, PostgreSQL öz coding proqramlaşdırma dilini belə deyək bir növ yaradıb və istənilən komandalarla sistemi idarə etmək olur. Yaxşı, bəs məncə bir çox izləyicilərin maraqlandıran bir sual olacaq bu. Təbii ki, müsahibəyə çağırırlar. Müsahibəyə çağırılanda HR-lar tərəfindən bu DBA adminlər nə cür qiymətləndirilir? HR-lar tərəfindən DB adminlərin qiymətləndirilməsi çox yüksək olur. Nəyə görə? Çünki belə deyək də, tapılmayan mütəxəssislər sayılırlar bunlar və gözlənti çox yüksək olur. Hansı ki, günümüzdə Azərbaycanda elə aktual olaraq database adminin tapılmamasına səbəb hamı middle üstü database admin axtarır. Yəni middle, senior və daha yuxarı istiqamətlərdə SQL development, nə bilim, database administrator istiqamətində işçilər axtarırlar. Heç kim gənc kadrlara belə deyək də şans tanımaq istəmir. Hamı istəyir ki, puxtələşmiş hazır kadrlar olsun və savadlı olsun. Ona görə də həmin kadrlardan biraz gözləntilər daha yuxarı olur. Gözləntilərin yuxarı olmasının da səbəbi praktikaya yönümlü platformaların artmasıdır. Şirkətlərin bəzi faillarıdır. Bu faillar olanda artıq
tələb olunan mütəxəssis də daha yüksək səviyyəli mütəxəssis olmalıdır və yüksək səviyyəli mütəxəssis də həmin şirkətə müraciət edəndə onu HR müsahibə eləyir. Müsahibədən keçəndə artıq həmin mütəxəssis öz belə deyək, tələblərini irəli sürür ki, mənə məsəl üçün filan qədər maaş istəyirəm, filan benefitlərim olsun və s. və ilaxır. Bəs ümumiyyətlə bu AI texnologiyaların inkişafı, süni intellekt və s. bu standart suallardır da. Bunlar database istiqamətinə hansı formada təsir edə bilər? Ümumiyyətlə bu mütəxəssislərin azalmasına və s. səbəb ola bilərmi, yoxsa necə? Database admin mütəxəssislərin azalmağına səbəb olacaq proseslərdən biri mən deyərdim ki, database as a service cloud sistemlərinin yaranmasıdır. Yəni AI istiqamətində proseslər buna təsir eləmir çoxdur. Database as a service cloud prosesləri yarananda artıq xidmətlər sunulur, hansı ki database adminlər avtomatik on-premise mühitlərdə bunu özləri manual formatda maintenance məsələlərini, tuning məsələlərini və s. eləyirlər. Artıq cloud xidmətləri başlayır bu istiqamətdə özləri təklif eləməyə ki, bəzi prosesləri mən düzəldəcəm, bəzi məsələləri mən handle eləyəcəm, sən bundan narahat olma istiqamətində. Artıq bu belə deyək, bir 50-50-yə risk yarada bilir. Amma ki günümüzdə cloud texnologiyasına biraz Azərbaycan mühitində korporativ qaydalarla müraciət çox da yüksək səviyyədə deyil. Ona görə düşünürəm ki, on-premise sistemlər üzrə database adminlərin bu istiqamətdə işləməyi heç bir risk yaratmır və AI-lar da bu istiqamətdə bir risk yaratmır. Daha çox dəstək göstərdər ki, nəinki risk yaradar. Yaxşı, bu fikirləri biz formalaşdırsaq da, bax gənc kadrdır. Bax onun üçün DBA admin olmaq düşünə bilər ki, çətin bir sahədir. Onun üçün bir asan roadmap qura bilərsinizmi? Deyə bilərsiniz, nədən başlasan, nəyə keçid eləsin, nə etməlidir ki, heç olmasa middle səviyyə özünü gətirib çıxarda bilsin. Mən əslində belə deyək də, həmişə tələbələrimə bu istiqamətdə hansı ki dərslər tədris edirəm, sırf administrativ olaraq yetişdirirəm. Junior kimi baxmıram. Artıq onları belə deyək də, real кейslər üzərindən, real praktika кейslər üzərindən elə məlumatlar verirəm ki, real iş mühitində görə biləcəkləri bütün funksionallıqları əhatə olunur. Bu əhatə olunanda artıq belə deyək, bir növ mütəxəssislər artıq yetişməyə başlayır. Yəni bilir ki, şirkətə gedəndə nə ilə qarşılaşa bilər. Amma junior mütəxəssis gəlir, hər hansısa bir təlim keçir, treninqdən sonra heç bir savada malik deyil, heç bir praktiki biliyə malik deyil. Sadəcə nəzəriyyə hissəsini götürüb, ondan sonra da ona iş tapmaq da çətin olur və belə deyək də, burada əsasən intervyu mərhələlərinin keçirilməsində də əsasən case yönümlü suallara yönəlməlidir namizədlər. Çünki кейslər dəyişə bilər və səni salacaqları mühit biraz fərqli ola bilər. Sən o mühitə uyğunlaşmalısan və problemi həll eləməyə çalışmalısan. Biraz tövsiyəm o olar ki, кейslərə uyğun yanaşmağı özlərində inkişaf eləsinlər və belə deyək də, praktiki yönümlü həllər tapmağa çox özlərini məcbur eləsinlər. Nə qədər ki, tənbəllik olacaq, o istiqamətdə inkişaf da olmayacaq. Aydındır. Bunlar istəyirəm bir-iki dənə texniki məsələyə toxunum. Ümumiyyətlə bizdə hal-hazırda database sistemləri nə qədər təhlükəsizdir və ümumiyyətlə onları təhlükəsiz eləməkdən ötürü nələr edirik, hansı texnologiyalardan istifadə edirik, hansı? Çox yaxşı sualdır. Günümüzdə belə deyək, şirkətlərin əsası bu istiqamətlərdə müəyyən compliance standartlarına uymalıdırlar. Bu həm infrastruktur istiqamətində müəyyən compliance standartlarını əhatə eləyir, həm infosec istiqamətində müəyyən compliance standartları var, hətta database istiqamətində müəyyən standartlar var. Və bu security tələblərinə uymayanda artıq sistemin dayanıqlılığı aşağı düşür və qiymətləndirilməsi nisbətən aşağı olur. Və günümüzdə belə deyək, şirkətlərin bəziləri var ki, adlarını çəkməyəcəm, gəlib şirkəti çek eləyirlər, ümumi bu prosesləri və prosesləri çek eləyəndə şirkətin qiymətləndirirlər ki, sənin şirkətin nə qədər secure şirkətdir, nə qədər health sistemlərin var sənin. Bu istiqamətlərdə də çox önəmli formatda işlər görülməlidir sistemlərdə. Bəs ümumiyyətlə bu işlər nədir? Tutaq ki, bu istər daxildə təhlükəsizliyin qorunması ola bilər, nə bilim, adicə məsəl üçün portun dəyişməsindən tutmuş,
firewalllar və s. Mən əsas bunu öyrənmək istəyirəm ki, yəni nələr istifadə edirik biz? Xüsusi istifadə etdiyimiz nələrsə varmı? Audit mexanizmləri var, logging mexanizmləri var, təhlükəsizlik sistemlərinin qurulması mexanizmləri var, müəyyən indi airbag tipli role based access control tipli mexanizmlərin qurulması və s. bir çox bu tipdə standartlar var. Encryption istiqamətində tələblər var ki, məlumatların qorunması artıq şirkətlər üçün bir mühüm hadisədir. Son zamanlar yəqin ki, eşitdiyimiz məlumatların oğurlanması və s. phishing istiqamətində çox proseslər gedir. Bu istiqamətlərdə kifayət qədər çox işlər görmək olar. Çox maraqlı oldu məncə. Hə, məncə də çox maraqlı oldu. Çünki belə deyim də, unudulmuş bir sahədir. Mən həmişə bunu deyirəm. Həmçinin də mən tələbələrə də hər zaman tövsiyə edirəm ki, bax, hansı sahə boşluq varsa ona gedin. Getməyin. Yəni təbii ki, sən sevdiyin sahə ilə məşğul olmalısan. Bax, bugünkü gündə hər kəs bir istiqamətdə gedir. Yəni kimin LinkedIn-ə baxırsan, sırf təhlükəsizlik. Yəni o təhlükəsizliyə getmək üçün sən o qədər biliyin olmalıdır sistem tərəfdən, şəbəkə tərəfdən, proqramlaşdırma tərəfindən, Linux tərəfi olsun. Amma bir çoxsu bazarı araşdırmır ki, tələbat nəyədir? Biraz bu problemdə həmçinin. Nəyə görə? Çünki gələn deyir ki, maaş hansında daha çoxdur? O problem budur. Maaş o sahədə çoxdur, hansını ki sən daha yaxşı biləcəksən. Ola bilər ki, sən özünü indi Elşən məndən inciməz, özü DevOps kimi yetişdirərsən, 1000 manat maaş alarsan, tutalım. Ya da ki özü elə yaxşı sistem inzibatçısı kimi, Linux admin kimi falan olsun və yaxud da şəbəkə inzibatçısı kimi, DBA admin kimi sən ayda qazanarsan 5000-6000. Çünki bu daha sənə yaxındır. Amma eşidirlər ki, o sahə daha perspektivlidir. Mən gedim o sahəyə. Bax bu bugünkü gündə çox böyük bir problemdir. İndi məndə bir sual yarandı ki, məncə gənclərə çox maraqlı olacaq. Yaxın 5 ildə bu sahəni, yəni DBA admin kimi özlərini yetişdirsələr, bu sahəni yaxın 5 ildə nə cür görürsünüz? Bu sahənin istiqaməti əsasən daha çox artıq platforma administrator istiqamətinə yönəlir. Yəni data platformalarının idarə olunması sisteminə gedir. Nəyə görə? Çünki processing tipləri artıq daha çoxalır və tələblər də çoxalır. Hamı istəyir ki, hər hansısa bir prosesi icra eləsin və anında nəticəsini görsün. Bunu da eləmək heç də sadə deyil. Müəyyən platformalar qurulmalıdır, müəyyən sistemlər qurulmalıdır və bu sistemlərin dayanıqlılığı təmin olunmalıdır, security istiqaməti təmin olunmalıdır və s. Bu kimi istiqamətlərdə artıq database adminlər nisbətən platforma anlayışlarını biraz genişləndirsələr, sırf məlumatların belə deyək də saxlanılması sistemləri də artıq genişlənib. Belə deyək, əvvəllər biz fikirləşirdik ki, database sistemində sadəcə relational datalar saxlanılır, strukturlaşmış data, sətir, sütun, cədvəl formasında məlumatlar saxlanılırdı. Hazırda bu tipli məlumatlara tək ehtiyac yoxdur. Həm də digər məlumat tiplərinə ehtiyac var. Unstructured dataya ehtiyac var, hansı ki səs, video, şəkil, müəyyən ML modelləri həmin obyektlərin üzərindən artıq başlayırlar analiz eləməyə, keyfiyyət ölçməyə və s. Object oriented sistemlərin qurulması məsələsidir burada. Paralel olaraq semi-structured datanın istifadə olunması, hansı ki YAML-dır, JSON-dur, konfigurasiya faylları, XML faylları və s. bütün bu platformalar artıq fərqli istiqamətlərdə yaradılır və istifadə olunur. Tövsiyəm olar ki, bu istiqamətlərdə mütəxəssislər çalışsınlar, özlərini inkişaf eləsinlər və yetişməyə başlasınlar. Yəni uzun sözün qısası bir sahə ilə məşğul olduğumuz zaman daha dərinə düşməli, daha belə detallı öyrənməliyik və düşünürəm ki, təkcə nə bilim təlimə getməklə, ümumiyyətlə 3 aylıq, 5 aylıq təlimlə bunlar olası deyil. Ümumiyyətlə bir şey qeyd edeyim, bir tədris mərkəzində nə bilim müəllim olaraq belə deyim, ən çox gördüyüm şey nədir? Məsəl üçün uşaqlı biz təlimin müddətini qoyuruq 3 ay, 4 ay, 5 ay. Həmin tələbə elə zənn edir ki, o 3 aya, 5 aya database admin olacaq. Olsa biz sadəcə ümumiyyətlə bütün hər yerdə bu cürdür ki, sən 3 aya, 5 aya sən yalnızca belə deyim,
bir müəyyən bir səviyyəyə gələ bilərsən ki, sən artıq gedib məsəl üçün vakansiyalara müraciət edə bilərsən. Amma o istədiyin admin olmaqdan ötürü, istədiyin səviyyəyə çatmaqdan ötürü sən daha çox məşğul olmalısan. Bu 10.000 saat məntiqi var da. Ümumiyyətlə bir şeydə professional olmaq istəyirsənsə 10.000 saat ondan məşğul olmalısan. Yəni gündə 1 saat məşğul olmaqla ona çatmaq mümkün olmayacaq. Ona görə də yeni sahəni öyrəndiyimiz zaman mütləq şey gündəlik bir 4 saat, 5 saatımızı ən azı ayırmalıyıq ki, həmin sahə üzrə ən əsas sevdiyi sahə ilə məşğul olmalıdır. Məsəl üçün mən qrupda da görürəm, mən də həm Windows serverdən biraz məlumat verirəm, şəbəkədən də məlumat verirəm. Bəziləri deyir ki, mənə daha asan şəbəkə gəldi. Bəziləri deyir ki, mənə daha asan sistem gəldi. Deyirəm, artıq görürsüz, deməli sənin maraq çərçivən artıq şəbəkə üzrədir. Səndə isə sistem üzrədir. Düzdür, Linux-dan 2 dərs cəmi ayırmışam. Kiməsə Linux daha maraqlı gəlir. Yəni deyirəm, artıq siz özünüzü IT-də tapmağa başlayırsınız. Lazımdır kiməsə qulaq asmaq. Baxıram ki, birdən get Python öyrən. Hamı gedir Python öyrənmə. Ay nəyə görə öyrənirsən? Bu sənə həqiqətən lazım olacaq ya lazım olmayacaq. Hərdən də soruşuram, indi ad çəkmək istəmirəm. Biri deyir mənim qohumum dedi, biri deyir mənim dostum dedi. Hansılar ki IT sahəsində çalışır. Yəni yönəldirsənsə, gərək birinci bilməlisən ki, bunun marağı nəyədir? Mən deyərdim, hətta yönəldənin özündə də biraz vision olmalıdır. O istiqamətdə ki, düzgün yönəltməlidir. Yəni həqiqətən də bu adamın marağı bu istiqamətə ola bilərmi? Ən azından belə sahələri izah eləyə bilər ki, burada bu iş görülür, burada bu iş görülür. Özü seçim eləməlidir. Yəni sən məcbur belə deyək də, mənim bir sözüm var. Heç kim istəmədiyi avtobusa məcbur mindirə bilmərsən. O məsələyə dönür. Öyrəndikcə sən həmin sahəni sevəcəksən demək deyil bu. Sən öyrənəcəksən, elə qalacaq karandaş kimi bir sumkanda heç istifadə eləməyəcəksən həmin rəngdən. Düzdür. Fərqən çox sağ olun. Düşündürücü sözlərdir. Mən deyirdim ki, nə əcəb demir. Fəlsəfə elmləri axırda dedi. Dönüşdə o Yunan filosoflarına. Təşəkkür edirik Fərq müəllim. Dəyərli informasiyalar üçün, gəldiyiniz üçün. Düşünürəm ki, bir çox ümumiyyətlə yoldaşlara faydalı məlumatlar ötürə bildik. Kəmran, nəsə bir sualın varmı sənin son olaraq? Fərq müəllim, sizin demək istədiyiniz bir şey varmı? Təşəkkürlər çağırdığınız üçün, dəvət elədiyiniz üçün. Belə deyək, bu istiqamətdə sizə uğurlar. Təşəkkür edirik. 1 ili tamam olub, daha yüksəklərə 10 il olsun, İnşallah. 20 il olsun. Əslində qıraqdan asan görünsə də, arxada hər bir detalı nəzərə almaq. Yəni Elşanla birgə biz nə qədər əziyyət çəkmişik bu kanal üzrə. Həmçinin sizin kimi dəyərli qonaqlar gələndə, bizə dəstək olanda, yəni çalışırıq ki, daha da yaxşılaşdıraq, daha da özüm də bək tərəfdəyəm, bilirəm. Yəni görünməmək nədir onu bilirəm. Görünməyən o hissələr çoxdur. Həqiqətən də çox böyük bir əziyyət çəkmişik bu kanal üzrə. Xeyirli uğurlu olsun. Çox sağ olun bir daha hər ikiniz. Bizi izləməyi, bizi paylaşmağı unutmayın. Və son olaraq yenə möhtəşəm sözümüz. Öyrənin. Öyrədin.